İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Biz bugün layihə idarə etməsində risklərin aşkar edilməsi və idarəsi haqqında danışacağıq. Xüsusilə də qızıl hasilatında bu risklər necə idarə olunur, orada risklərində nədən söhbət gedir, bunu müzakirə edirik. Çünki həmsöhbətim Azərgold Qapalı Səhmdar Cəmiyyətinin risklərin idarə olunması və Daxili Nəzarət Şöbəsinin müdir müavini Orxan Nağıyevdir. Orxan bəy həmçində 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən biridir. Ona görə onunla birlikdə yüksəliş haqqında da mütləq danışacağıq. Orxan, xoş gəlmisiniz, necəsiz? Xoş gördük, təşəkkür edirəm. Siz necəsiniz? Təşəkkürlər. Risk menecmenti bu qədər yaxşı bilməyiniz, yüksəlişdə necəsə bizə bir qalib olmaqda kömək etdi? Düşünürəm ki, kifayət qədər kömək elədi. Ən azından nəzərə alsaq ki, bunun özü bir layihədir və bu layihənin iştirakçıları idik. Ona görə özüm üçün ən azından bir risk qiymətləndirməsi aparmışdım ki, potensial olaraq hansı hadisələrlə üzləşə bilərəm və o hadisələrin baş verməməsi üçün hansı tədbirləri görsəm daha yaxşı olar. Nə maraqlı. Məsələn, hansı risklər var ki, orada? Necə başa düşdünüz? Hesab edirəm ki, bu əyani mərhələ ilə bağlı, daha sıx bağlıdır. Məsəl üçün, mən gördüyüm əsas risk, 2 dənə əsas risk var idi ki, əyani mərhələdə komanda, bölünmüş komandalar içərisində konfliktin yaranması riski var idi. Məsəl üçün, bundan bağlı bir nəzarət mexanizmləri özüm üçün tərtib eləmişdim. Eyni zamanda da əsas risklərdən biri yenidən komanda ilə bağlı komandanın səni ignor eləmək ki, məsəl üçün elə bir risk də var idi, amma düşünürəm ki, yaxşı menecə eləyə bildik. Rastlaşdınız da, yəni qarşınıza çıxdı, amma siz idarə etdiniz. Bəli. Hansı daha çətindir? Konflikti idarə etmək yoxsa ignor olunmaq? Hesab edirəm ki, konflikti idarə etmək bizim zaten gündəlik işimizin də bir tərkib hissəsidir. Ona görə ignor olunmaq riski daha çətindir deyərdim. Çünki artıq konfliktin 2 tərəfi varsa da ignor olunmaqda qarşında bir komanda var faktiki olaraq. Bir də məsələn konflikt varsa, mənə görə müzakirə varsa, orada həll yolu həmişə var da. Səni görürlər, eşidirlər, sadəcə razı deyirlər. Sən necəsə inandıra bilərsən. Amma səni yox sayırlarsa, orada heç nə etmək olmur axı. İstənilən halda mümkündür. Çətindir, amma mümkündür. Çünki insan bir formada özünü realizasiya eləməyə və göstərməyə deyək, mən varam deməyi bacarmalıdır. Bu təkcə yüksəlişlə bağlı deyil, bu bizim gündəlik həyatımızdadır. Haqlı səsimizi belə deyək, haqlı mövqeyimizi müdafiə eləməyi bacarmalıyıq istənilən şəraitdə və istənilən mühitdə. Bu eyni vəziyyət sizin də dediyiniz kimi iş həyatında ola bilər. Gündəlik ofisdə də kimsə bəlkə də bununla rastlaşır, ya rəhbər onu görməzdən gəlir və ya komanda yoldaşları. Bax, həmin insanlar sizcə necə çıxmalıdır və necə etmək olar ki, sənin fərqinə varsınlar? Hesab edirəm ki, bu daha çox kommunikasiya vərdişləri ilə bağlıdır. Bu istər işçi, istərsə rəhbər nöqteyi nəzərindəndir. Rəhbərin komandası ilə arasında uçurum olmağı birinci növbədə rəhbərə belə deyək, əks təsir göstərəcəkdir. Burada bu belə deyək, konfliktdən daha az ziyanda çıxan əksinə işçinin özü olur. Yəni daha çox ziyanda olan rəhbər olur ki, onun işləyə biləcəyi bir komandası formalaşa bilmir. Ona görə elə söhbətin məğzində götürsə, rəhbər özü artıq bu riskləri qiymətləndirməlidir və komandası ilə kommunikasiyanı sağlam formada qurmalıdır və bütün komanda üzvləri həqiqətən hiss eləməlilər ki, ortada bir komanda var və onun bir lideri var. Biz bugün layihə idarə etməsində risklərdən danışırıq, amma istəyirəm əvvəlcə bax, layihə sözü deyəndə nə başa düşürük, onu da müzakirə edək. Çünki bununla bağlı desən dünən də sosial şəbəkədə bir paylaşım gördüm ki, hər şeyə də layihə deyirlər, hər şeyə də layihə deyirlər. Bu bir qədər ironiya var idi. Yəni niyə hər şeyi belə adlandırırsınız? Sizin buna münasibətiniz necədir? Nə ümumiyyətlə layihədir? Əslində hər bir şey layihədir. Biz o hadisələr toplusuna layihə deyə bilərik ki, onun bir məqsədi var, onun planlaması aparılıbdır, o müəyyən bir vaxtı və müəyyən bir büdcə ilə əhatə eləyir, belə elmi dildə desək. Amma əsas məsələ bir layihənin baş verməsi üçün, reallaşa bilməsi üçün ilkin istinad ideyanın, yəni əsasın formalaşmasıdır. Bu hansı ki, layihə idarə etməsində başlanğıc nöqtəsi hesab olunur. Misal üçün göstərək ki, bu radio verilişinin bir məqsədi var və artıq o məqsəd aydın olduqdan sonra o məqsədə necə çatmaq olar, onun planlaması
planlaması aparılır və həmin planlamanın icrası ilə layihənin icrası belə deyək başlamış olur. Bu qısa müddətdə çəkə bilər, qısa müddətli layihə də ola bilər və çox uzun müddətdə bir layihə ola bilər. Ona görə hesab edirəm ki, o ironiyaların və qarışıq salmağın səbəbi də odur ki, bunları ayırmaq lazımdır müddətlərinə uyğun olaraq. Orta müddətli, qısa müddətli və uzun müddətli layihələr və hər birinin də özünün tələbləri var, özünün ehtiyacları var və adekvat bir yanaşma tələb edir. Çünki qısa layihələrə biz həddindən artıq çox resurs cəlb edə bilmərik. Bizim əgər paralel uzun müddətli layihələrimiz və qısa müddətli layihələrimiz varsa da resursu da adekvat şəkildə bölüşdürmək lazımdır. Amma müəyyən mənada layihə dedikdə mən onlara razı deyiləm ki, biz hər şey layihə adlandıra bilmərik. Əslində həyatımızda layihələr kifayət qədər çoxdur, istər şəxsi həyatımızda. Elə həyatımız özü də bir layihə kimi ən yanaşmalı bəsitindən olur. məsəl üçün toy deyə bir layihə var. Yəni hansı ki, çox böyük bir layihədir, çox böyük bir resurs tələb eləyir və çox böyük bir vaxt tələb eləyir. Yəni bunu layihə adlandırmamaq mənə görə ədalətsiz olardı. Tamamilə razıyam sizinlə. Biz bugün layihələrin idarə etməsində risklərin aşkar edilməsi haqqında danışırıq və bununla bağlı sizin də suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. Orxan Nağıyev də studiyamızda da onunla birlikdə layihələrin idarə etməsində risk anlayışı ümumiyyətlə nədir, necə aşkar edilir və necə idarə olunur, bununla bağlı danışırıq. Biz ümumiyyətlə risk menecment deyəndə ağlımıza ilk gələn, daha çox gələn məhz bank sektoru, maliyyə filan bunlar olur. Amma qızıl hasilatında risk deyəndə nə başa düşməliyik? Bu normal bir haldır. Ümumiyyətlə biraz dərinə geçsək, insan belə deyək də, insanın yaradılışından, formalaşmasından etibarən artıq iradi və yaxud da qeyri-iradi formada insan risklərlə qarşılaşıb və riskləri idarə eləməyə çalışıbdır. Lakin ümumi olaraq 20-ci əsrin ortalarından etibarən artıq institusional formada risk idarə etməsinə bir yanaşma formalaşmağa başladı. Amma Sovet dövründə təəssüf ki, bu Azərbaycanda çox da yayğın bir belə deyək sahə deyildi. Azərbaycanda bunun yaranması əsasən bizə bank və maliyyə sektoru ilə formalaşmış oldu. Ona görə də hesab edirəm ki, risk deyiləndə artıq sıravi vətəndaşın, yəni bu sahədə çalışmayan insanlar üçün ağla birinci gələn kredit müraciəti zamanı aparılan risk qiymətləndirilməsi ağla gəlir. Lakin bu yalnız bununla məhdudlaşmır. Tək qızıl hasilatı yox, ümumiyyətlə istehsalat sahələri ilə bağlı biz deyə bilərik və yaxud da mədən sahəsi ilə bağlı deyə bilərik. Çünki qızıl hasilatı, dəmir hasilatı, qum-çınqıl hasilatı bunların hamısı toplamda bir mədənçilik fəaliyyətidir. Və mədənçilik fəaliyyəti ümumi olaraq çox kompleks bir iş olduğuna görə, həm də maraqlı tərəflərin çox fərqli və geniş olduğuna görə özünə uyğun riskləri var. Xüsusən də nəzərə alsaq ki, ətraf mühitlə burada kifayət qədər geniş işlər görünür. Yəni faktiki olaraq torpaq qazılır, dağlar parçalanır. Ona görə özünün çox spesifik riskləri var. Eyni zamanda da burada əməyin təhlükəsizliyi risklərdə ən prioritetlərdən hesab olunur ki, ən xırda bir səhvin nəticəsi belə deyək də insan həyatı ilə nəticələnə bilər. Bu baxımdan mədənçilik sahəsində ümumiyyətlə risklərin idarə olunmasına çox xüsusi önəm verilməlidir. Kateqoriya olaraq biz danışsaq ki, burada hansı risklər var? Ətraf mühit riskləri var və bütün sahələr üçün spesifik olan maliyyə riskləri, insan resursları riskləri və ən əsası əməliyyat riskləri bu sahədə hesab edirəm ki, prioritetdir. İndi siz bir neçə sektor adı qeyd elədiniz ki, istehsalat ola bilər, tikintidə ola bilər və s. Sizcə bunların içində ən çətin, ən gərgin, ən proqnozlaşdırılması çətin olan risklər hansı sektorda olur? Məhz sizin sahənizdə yoxsa? Mən hesab eləyərdim ki, bizim sahədə, yəni mədənçilik sahəsində daha çoxdur. Çünki mədənçilik sahəsi tükənən resurslarla işdir. Orada artıq belə deyək, işin predmetinin bir sonunun olduğunu görürük. Yəni bu yerin altındakı qızıl və yaxud da dəmir əbədi deyil. Müəyyən bir həcmə malikdir və müəyyən bir vaxt intervalında bu əldə olunmalıdır.
və orada çox ciddi bir risk hesablanması aparılmalıdır ki, hansı müddətə, necə və hansı formada bu hasilat aparılmalıdır ki, istər maraqlı tərəflər ziyan görməsin, istərsə də müəssisə özü belə deyək, mənfəət əldə edə bilsin və öz varlığını, rentabelliyini davam elətdirə bilsin. Doğrudan çox məsuliyyətli işdir. Yəni bunun çox xüsusi metodlar, üsullar var. Siz bu riskləri necə müəyyən edirsiniz? Buna bir departament mi nəzarət edir, yoxsa daha çox insanlar? Yəni necə olur bu proses? Bu bir növ belə deyək, işin və müəssisənin və yaxud da bizim mövzumuz olan layihənin böyüklüyündən birbaşa asılıdır və müddətindən asılıdır. Məsəl üçün Azərbaycan şəraitində böyük müəssisələrdə, xüsusən dövlət müəssisələrində risk idarəetmə sahəsinə diqqət böyükdür. Xüsusən də son dövrlərdə GRC, yəni Governance Risk and Compliance tələblərinin formalaşmasına, Azərbaycanda artıq yayılmasını nəzərə alsaq, böyük müəssisələr bu sahəyə ciddi maraq göstərir. Çünki bu bir növ müəssisənin imicinə, əməliyyatların düzgün təşkil olunmasına və maliyyə nöqteyi nəzərindən də götürsək, beynəlxalq arenaya, beynəlxalq bazara ekspansiyası baxımından və credibility göstəricilərinin artım baxımından risklərin idarə olunması çox prioritetdir. Amma daha kiçik belə deyək layihə və müəssisələrdə, kiçik və orta sahibkarlıq subyektlərində bu sahəyə maraq hələ ki, xüsusən Azərbaycan şəraitində elə də yaxşı vəziyyətdə deyil. Ən yaxşı halda bu bir nəfərlə, yəni bir şəxs, bir işçi vasitəsilə həyata keçirilir. Amma böyük müəssisələrdə bu departament, şöbə və bir komandalar vasitəsilə planlı və proqramlı şəkildə aparılır deyə hesab edirəm və görürəm. Yəni bu bizdə populyar ixtisas deyil də. Yəni bu sahəyə gəlmək istəyənlər azdır. Bu sahədə ixtisaslı kadr deməzdim ki, çoxdur. Amma son dövrlərdə belə deyək, əmək bazarında kifayət qədər prioritet sahələrdən birinə çevrilibdir bu sahə. Bilirsiniz, tələbə deyək, ixtisas seçimi eləyən zaman onun müəyyən kriteriyaları var ki, mən seçdiyim ixtisas mənə gəlir gətirəcəkmi, mən seçdiyim ixtisas trenddədirmi və davamlılığı nə qədərdir. Və bu gün məsəl üçün seçim eləyən tələbələrə və yaxud da məktəbli şagirdlərinə mənim mesajım o olardı bir növ ki, risk hal-hazırda da trenddədir və gələcəyin də sahələrindən biridir. Çünki o qədər sürətli bir dəyişikliklərlə üz-üzəyik ki, yəni inkişafın sürəti o qədər artıb ki, istər texnoloji, istər hadisələrin gedişatı, bu sürətli dəyişimlər risklərin idarə olunmasını belə deyə labüd hala gətirir. Çünki bir layihəyə başlanğıcı ilə sonu arasında o qədər fərqli hadisələr baş verə bilər ki, gözlənilməz hallar baş verə bilər ki, bu işlə insanlar oturub məşğul olmalıdırlar. Və o baxımdan düşünürəm ki, gələcəyin, bugünün və gələcəyin tələb olunan ixtisaslarından biridir. Bizdə universitetlərdə bu ixtisas var. Mən bildiyim qədərlə maliyyəçilər adətən sonradan gedib risk menecmentlə məşğul olurlar. Yəni bizdə bu ixtisaslar var. Əsasən misal üçün İqtisad Universitetində magistr dərəcəsində və yaxud da ayrıca bir predmet olaraq dərs keçirilir. Amma ixtisas olaraq daha çox magistr və yuxarı, daha dar sahələrdə, yəni bildiyim qədərlə yadımda qalan. Çünki mən 2013-cü ildə məzun olmuşam. O dövrdə yox idi. Amma sonradan artıq formalaşmağa başladı. Bu da düşünürəm ki, tələbatdan irəli gəlir. Aha. Risklərin ümumiyyətlə həmişə danışanda bu mövzuda deyirik ki, proqnozlaşdırılan risklər var və ya əvvəlcədən bilinməyən risklər var. Bunlar bu qrupa məsələn necə bölürsüz riskləri ki, nəyi əvvəlcədən bilmək olur, amma nəyi əvvəlcədən bilmək olmur? Elə sizin sahədə məsələn qızıl hasilatında. Ümumiyyətlə doğru vurğulayırsınız. Risklərin iki növü var. Hansı ki, öngörülə bilən, yəni predictable risklər və yaxud da ümumiyyətlə öngörülməsi mümkün olmayan risklər. Öngörülməsi mümkün olmayan risklər özü iki yerə bölünür. Hansı ki, biz o riski bilirik ki, bu hadisə baş verəcək, amma nə vaxt baş verəcək bunu bilmirik. Məsəl üçün, növbəti il üçün biz benzin qiymətinin artmağını gözləyirik, misal olaraq deyirəm, amma ki, bu hansı ayda necə baş verəcək və neçəyə qalxacaq, deyək ki, bunu deyə bilmirik. Bir də var ki, məsəl üçün, pandemiya kimi gözlənilməz bir risk və yaxud da müharibələrin baş verməsi, ani, gözlənilməz və çox kolossal təsirlərlə nəticələnən risklər mövcuddur. Mədənçilik sahəsində özünün yenə spesifik gözlənilə bilən və gözlənilə bilməyən risklər var. Məsəl üçün, təbii fəaliyyətdən deyək ki, zəlzələ ola bilər, hansı ki, həmən mədənə birbaşa təsir göstərə bilən və yaxud da sel, daşqın hadisələr ola bilər, yəni təbii risklərdən söhbət gedir. Bunların öngörülməsi qeyri-mümkündür
Yəni müəssisənin özü tərəfindən. Düzdür, bununla məşğul olan təbii ki, aidiyyatı qurumlar var, bunu araşdırmalarını eləyənlər var, amma onlar da yenə də zəlzələ nə vaxt baş verə biləcək, bunu heç kim belə deyək, öngörə bilməz. Digər tərəfdən isə insan resursları riskləri var. Məsəl üçün bunu öngörmək olar və yaxud da maliyyə riskləri var, əməliyyat riskləri var dediyimiz kimi. Bunlar idarə oluna biləndir, öngörülə biləndir və doğru nəzarət tədbirləri görülərsə və həmən risklər nəzarət altında saxlanılarsa da bu risk artıq qorxudan daha çox faydaya çevrilə bilər. Çünki müəssisə əgər öz risklərini bilirsə də və onu minimal səviyyədə saxlamaq üçün zəruri tədbirləri görürsə də müəssisənin fəaliyyətinə müsbət təsir göstərəcəkdir. Bəs hansılar böhrana aparır artıq? Böhrana aparan risklər sırf layihə kontekstində əgər danışırıqsa, mənə elə gəlir ki, bir layihədə insan resursları, xüsusən əgər qısa müddətlidirsə də insan resursları çox spesifikdir. Nəyə görə? Çünki məlumat bölüşdürülməsi və məlumat sahiblərinin insan resursları nöqteyi nəzərindən əgər bir nəfərdə bütün məlumat toplanılıbsa da, layihənin gedişi, planlar barəsində bir nəfərin cəmi məlumatı varsa da, həmən şəxsin layihədən ayrılması layihəyə çox ciddi təsir göstərir. Böhrana aparacaq qədər? Kifayət qədər, bəli. Mən elə bildim maliyyə deyəcəksiniz ki, maliyyə riskləri ancaq böhrana apara bilər. Ancaq maliyyə riskləri böhrana apara bilər deyə bilmərəm. Çünki bir layihə idarə etməsinin iki əsas faktoru var. Birincisi vəsaitsə də ondan əvvəl də gələn vaxtdır. Vaxt və həmin layihəni düzgün icra edə biləcək insanların bir araya gəlməsidir. Bu üç komponent olmalıdır ki, düzgün vaxt, düzgün insanlar və lazımi maliyyə ilə layihə idarə etməsi mümkün ola bilər. Amma dediyimiz kimi, əgər layihənin başlanğıcında və yaxud da start nöqtəsində qoşulmuş insanlar layihənin gedişatı zamanı, yəni ortasında layihədən ayrılırlarsa da bu çox ciddi risklərlə və müəyyən mənada böhranla nəticələnə bilər. İkincisi siz dediyiniz Olar buna bir əlavə edin. Məhz bununla bağlı bizdə elə efirdə müzakirələr olanda tən deyirlər ki, bunu deməli rəhbərlik yaxşı sistem qura bilməyib ki, bir adam çıxıb gedir və bu artıq hətta böhrana belə gətirə bilir. Yəni belə olmamalı idi. Bunun biri siz dediyiniz məsəl üçün və yaxud da işçilərin dediyi qayda var. Biri də var ki, məsəl üçün layihə haqqında məlumatların bir nəfərin əlində, bir nəfərin üzərində cəmlənməsi öz-özlüyündə böyük bir riskdir. Bunun nəzarətinin qurulması üçün isə kontrollar var, hansı ki, artıq ona alternativlər yetişdirmək lazımdır. Bu elə işimizdir. Məsəl üçün bu radio verilişi deyək ki, sırf sizinlə bağlıdsa da, yəni Nərmin Aşurzadə sabah getsə bu nə olar sizcə? bu radio verilişi deyək dayanacaqsa da bu ictimai radio üçün ciddi riskdir. Ona görə də belə deyək, bu sahədə baxış üçün alternativlər üzərində artıq onun yetişdirilməsi lazımdır. Xüsusən də insan resurslarına nəyə görə bu ciddi riskdir? Orxan müəllim, nə yaxşı gəldiniz. İnsan resurslarına nəyə görə ciddi riskdir? Çünki bu çox vaxt tələb edir ki, insanlar, yəni kadrların yetişdirilməsi, düzgün insanların formalaşdırılması. Mən hərdən elə gəlir ki, artıq risklərin idarə edilməsi aydındır. Yəni şirkətlərdə departamentlər ola bilər, bununla məşğul olan mütəxəssislər və s. Amma bu elə bir bacarıqdır ki, artıq kimin hansı departamentdə çalışmasından asılı olmayaraq bizim hər birimizdə sanki olmalıdır. Hamımız öz həyat, yəni komandada bu müəyyən bir risklə qarşılaşanda onu düzgün idarə edə bilmə bacarığı olmalıdır. Bəzən görürsən ki, heç böyük problem yoxdur, amma panika yaradanlar var. Bəzən görürsən ki, doğrudan da vəziyyət çətindir və bilmirlər ki, indi bu anda nə etmək lazımdır. Hamı gözləyir ki, müdirin əsəndə bir söz desin, o özü də ümumiyyətlə heç nə eləyə bilmir. Ona görə belə halların olmaması üçün sizcə komanda daxilində risk mədəniyyətini necə yaratmaq lazımdır? Komanda daxili risk mədəniyyəti, mən deyərdim ki, biz piramida kimi baxsaq, piramidanın üst tərəfindən aşağıya doğru yayılan bir məsələdir. Hər bir işçi belə deyək, daxil olduğu çalışmağa başladığı müəssisədə və yaxud da layihədə riskə müəssisə rəhbərliyinin yanaşmasını gördükdən sonra artıq ona uyğunlaşır. Məsəl üçün bir layihədə görəndə ki, layihə rəhbəri riskə qarşı kifayət qədər həssasdır və bu sahədə açıqdır. Bütün layihə iştirakçılarını dinləməyə də hazırdır. Sərt reaksiyalar yoxdur və yaxud da ignor olunmaq yoxdur. O zaman işçi özü də daha belə deyək, adekvat formada yanaşır və vaxtında lazımi məsələlərdə o red flag dediyimiz red flagləri qaldıraraq risk barədə məlumat verir. Amma bu işin olmazsa mədəniyyətin formalaşmasıdır. Biz belə bir risk sözünün özü bir neqativ bir səslənsə də riskin belə deyək, neqativ yan olduğu kimi müsbət yanı da var. Və ümumiyyətlə problem riskin özü deyil, yəni problem idarə olunmayan riskdir.
biz nə qədər ki riskləri idarə eləyiriksə də bu əksər hallarda daha çox layihənin və müəssisənin də xeyrinə olur. Məsələn, layihə idarə etməsində belə bir şey var ki, o Pareto qanunu burada da tətbiq eləmək mümkündür. Layihənin ilk 20% müddətində 80% risklər artıq müəyyən olunur. Amma qalan hissəsində ortaya çıxan o 20% qalıq risklər layihəyə çox ciddi təsir göstərə bilər. Ona görə də bütün istər şirkətin, istərsə də layihənin bütün iştirakçıları çəkinməməlidirlər. Yəni risk sözündən də, riskləri dilə gətirməkdən də risk sözü bir qorxu yaradan termindən çıxmalıdır. Dediyimiz kimi riskin özü qorxulu deyil, idarə olunmayan risk isə problemdir. İndi elə insanlar var ki, bu onlar üçün sizin dediyiniz kimi bəlkə qorxulu ifadə deyil, amma çox bundan çəkinən, qorxan, stabilliyi daha önəmli hesab, hətta razı olmasa belə tanış stabilliyi xoş gəlir də, yəni risk etmək istəmir. Ona görə bax, sizcə bu insanlar özündə necə o riskləri idarə etmə, ümumiyyətlə risk edə bilmə bacarığını inkişaf etdirməlidir? Risklərin idarə olunmasında belə bir yanaşma var ki, biz bir risklə üzləşiriksə də, istər insan olsun, istərsə müəssisə və yaxud da layihə olsun, bizim 4 cavab belə deyək, cavab seçimimiz var əsas. Bunlardan birisi biz riski ümumiyyətlə qaçırıq həmən riskdən, yəni həmən işi, həmən layihə hər nədirsə də ondan imtina edirik. Digəri onun azaldılması istiqamətində dediyimiz elə risk idarə etməsi əslində buna xidmət eləyir. Həmən risklərin azaldılması istiqamətində tədbirlər görürük. Risk mitigation adlanır bu. Üçüncüsü həmən risklərin transfer olunmasından söhbət gedir. Məsəl üçün su ilə bağlı bizim riskimiz var. Mən bu suyu özüm almıram. Üçüncü bir tərəf cəlb edirəm ki, o mənim üçün əldə ediləsin. Yəni risk öz üzərimə götürmürəm, digər bir tərəfə transfer edirəm. Dördüncü tərəfi isə daha yuxarı yönləndirməkdir. Məsəl üçün deyək ki, gündəlik həyatda bir işçi, bir insan risklə üzləşdiyi vaxt artıq görürsə ki, bu həqiqətən də problematik bir situasiyadır və mən bunu idarə edə bilmirəm. Ən düzgün qərar hesab edirəm ki, bunun eskalasiya olunması, yəni daha yuxarı mövqelərə, daha yuxarı vəzifəli şəxslərə bu risklər barədə məlumatın verilməsidir. Bu da bayaq danışdığımız risk mədəniyyətindən elə irəli gəlir ki, bu aşılanmalıdır. Hə, bu həmişə asan olmur da, yəni müxtəlif səbəblərdən. Bəli. Ya üst rəhbərin vaxtı olmur, ya adam özü qorxur, çəkinir, danışmaq istəmir. Bilirsiniz, texnologiya artıq o dərəcəyə gəlib çıxıb ki, artıq bunun üçün xüsusi bir vaxt ayırmağa da ehtiyac yoxdur. Bunun üçün kifayət qədər proqram təminatları da var, software baxımından fərqli metodlar da var, hansı ki, hər kəs qarşılaşdığı riski bir yerə yazıb, yəni ən azından e-maillə də göndərə bilər bunu və yaxud da xüsusi proqram təminatında qeydiyyatını da apara bilər və əsas məsələ bu risklərin düzgün toplanılması, analiz olunması, qiymətləndirilməsi və cavab tədbirlərinin formalaşmasından keçir. Bunları kim etməlidir şirkət daxilində? Elə risk menecerlər məhz bu analiz işlərində onlar. Bilirsiniz, bir risk menecer bütün bu prosesi idarə edə bilməlidir, yoxsa hərə bir sahə üzrə ixtisaslaşır? Bilirsiniz, risk idarə etməsinin metodikası yəni aydındır, amma sahələr fərqlidir. Ona görə də məsələn risklərin idarə olunmasındakı metodlar fərqli var. Bunlardan biri brainstorminglərin keçirilməsi, yəni fikir mübadilələrinin aparılması, hansı ki, burada artıq sahənin ekspertləri ilə danışıqlar gedir. Risk ekspertinin mövqeyi düzgün formada risklərin siyahısının formalaşdırılması, qiymətləndirilməsinin aparılması. Amma həmən risklər barədə məlumatı ən yaxşısını bilən həmən risk sahibinin özüdür. Məsəl üçün, insan resursları sahəsində bir risk varsa da, bunu insan resursları departamentinin mütəxəssisinin daha yaxşı bilməyinə də ehtiyac da yoxdur, bu əlavə də resursdur. Yəni, hər bir sahə üçün bir risk meneceri ayırmaq həm səmərəli deyil, həm də ki, ehtiyac deyil. Yəni, bayaq dediyimiz məsələdə həmin insanların özünə aşılamaq lazımdır bu bacarıqları ki, nə etmək olar. Bax, deyirsiniz ki, texnologiya falan inkişaf edir. Bu sizin sahəyə də təsir edir. Məsələn, süni intellektin belə gəlib bu qədər yayılması, texnologiyanın inkişafı sizin sektoru necə dəyişir? Bilirsiniz, risklərin idarə olunması sahəsi məlumat bazası ilə iş tələb edir. Yəni, nə qədər çox bu sahənin mütəxəssisi və yaxud da müəssisə məlumatlıdırsa da, düzgün tərtib olunubsa da bu məlumatlar, risklərin müəyyən olunması və idarə olunması da bir o qədər asan olur. Yəni, xüsusən süni intellekt dövründə sırf bu baxımdan yəni, böyük məlumatların emal olunması daha asanlaşıbdır.
Eyni zamanda da məsəl üçün risk idarə etməsində Monte Carlo simulyasiyası deyilən bir anlayış var. Hansı ki, nələr baş verə bilər, onun mərhələli şəkildə belə fikir mübadiləsi apararaq mərhələli şəkildə bu baş verərsə növbəti nə baş verəcək və onun nəticəsində nə baş verəcək, simulyativ olaraq elə bil ki, riski bir öngörüsünü, nə baş verəcəyini bilmək deməkdir. Bunun üçün hazırki dövrdə AI ilə danışmaq yetərlidir məsəl üçün. Yəni ChatGPT ilə misal bu söhbəti aparmaq yetərlidir. Yəni 5 nəfər ekspert dəvət eləməyə ehtiyac yoxdur. Çünki həmin o 5 nəfər ekspert deyək ki, ChatGPT əvəz eləyir. Təbii ki, yenə də spesifiklik var, amma ki ilkin mərhələ üçün risk menecerlərinə bu çox böyük kömək eləyir deyə hesab edirəm. Bir nəfər yazır, soruşur ki, indi uşaqlarda mən belə başa düşürəm ki, bu komanda yoldaşlarım da yəqin ki, nəzərdə tutur. Uşaqlarda risk mədəniyyətini necə deyim, mən formalaşdırım? Bu davranışlardan asılıdır. Məsəl üçün ən primitivindən götürsək, bu verilişə gəlməzdən öncə bu layihə sizindir. Biz layihədə gecikmə riskinin öngörmək üçün sizin həmkarınız mənə zəng vurdu ki, 15 dəqiqə öncə burada olmaq lazımdır. Eyni qaydada mən layihənin işçisi olmaya qonaq olaraq öz risklərimi hesabladım ki, mən tutaq ki, Xətaydan Yasamala gəlməyim üçün tıxaclar var və s. və ilaxır. Və bu riskləri nəzərə alaraq nəzərdə tutulandan da 1-15 dəqiqə tez gəldim. Və nəticə olaraq bura tez gəlsəm də hər hansısa da bir risk insidenti yaşamadı. Yəni mən gecikmədim, verilişin vaxtında bir axsama olmadı. Ona görə də hesab edirəm ki, uşaqlarda bunu aşılamaq üçün onların bu qarşılaşa biləcəkləri riskləri dilə gətirməyini təmin etmək lazımdır ki, düzgün istiqaməti və düzgün yolu göstərə bilək. Məsəl üçün uşağa ev tapşırığı verilibsə də və bunun deadline sabahdısa da uşaq artıq hesablamalıdır ki, mən ya gecikdirəcəm tapşırığı və nəticədə qiymətim zəif olacaqdır, ya da mən bu gün nəzərdə tutulandan 2 saat daha az yatacam, amma bu tapşırığı icra eləyəcəm. Yəni hesab edirəm ki, bu məlumatlıq və fikir mübadiləsi bu işin olmazsa olmazı. Yaxşı ki, uşaq tərbiyəsində bunu necə etmək lazımdır, bunu vurğuladınız. Bu da çox əhəmiyyətlidir bilmək, amma mən düşünürəm ki, o mesajda nəzərə alırdı ki, yəni öz bəlkə rəhbərdir, yeni sahibkardır falan deyir, uşaqlarda necə formalaşdırım bu risk mədəniyyətini. Məsələn, onlara nə deyə bilərsiniz? Artıq yetkin insanlarda bunu necə yaratmaq olar? Uşaq vaxtında heç kim öyrətməyibsə. Sırf əgər bu belə deyək də korporativ sahədə və yaxud da iş sahəsindədirsə də, sual bir komandadadırsa da, rəhbərin davranışlarından çox şey asılıdır və rəhbərin risklərə yanaşmasından çox şey asılıdır. Əgər rəhbər riskdən çəkinirsə də və qorxduğunu da həmin risk anlayışından ümumiyyətlə qorxduğunu da nümayiş elətdirirsə də, onun komanda yoldaşları heç bir formada bu riskləri dilə gətirmək istəməyəcəklər. Çünki nəticə etibarilə hər bir dilə gətirilən risk həmin layihənin rəhbər tərəfindən dayandırılması üçün bir təsirə çevrilir artıq və müəyyən mənada heç kim də istəməz ki, tutaq ki, layihə dayansın və s. və ilaxır. Amma yekun nəticədə bu formada gedəndə nə olur? Layihənin belə deyək də uğursuzluğu ilə nəticələnmiş olur. Ona görə də rəhbər özü maraqlı olmalıdır və bunu da aşılamalıdır ki, yəni açıq olmalıdır. Bu sahədə istər məlumatlara, istərsə də işçilərdən gələn o feedbacklərə açıq olmalıdır ki, burada risk var, risk varsa da biz bunu təsbit eləmisinizsə də bu əladır. İndi gəlin birlikdə bu riskin təsirini necə azalda bilərik, ümumiyyətlə və yaxud da bu riskdən necə yayına bilərik, onun yolları üzərində fikirləşək. Bu sessiyalar, bu tip yanaşma davamlı şəkildə olanda artıq risk idarə etməsi də komanda üçün, həmin o uşaqlar üçün adiləşir və gündəlik bir iş rutininin bir tərkib hissəsinə çevrilir. Mənə elə gəlir ki, ən düzgün ifadə bu olardı ki, risklə işləməyi rutinə çevirmək bu sahədə uğurun sirridir. Hər gün biraz risk eləyək. Nə qədər çox risk, o qədər çox belə deyək də mükafat anlayışı var. Bizdə hər yerdə qəbul olunan deyil, amma belə bir anlayış var. Mükafat demişkən, bax, siz yüksəliş müsabiqəsinə 2-ci dəfə qatılanda qalib gələ bildiniz də, düzdür? Bəli, bəli. Aha. Birinci dəfə məğlub olanda sizcə hansı riski düz görməmişdiniz, dəyərləndirməmişdiniz? Birinci dəfə mən qatılanda əyani mərhələyə keçə bilmədim. Yəni 3-cü mərhələdə belə deyək, uğursuz nəticə göstərdim. Amma bunun səbəblərini də hesab edirəm ki, özümdə tapdım və enerjini hesab edirəm ki, enerji paylam, yəni 3 saatlıq bir imtahandır. Enerjini düzgün bölmədim. Amma artıq ikinci səfər qatılanda vaxtında hər bölmənin sonunda 5 dəqiqə fasilə verdim, istirahət elədim, biraz gözüm dincəldi. Yəni bu çox önəmlidir, enerjini bölüşdürmək. Yəni, mənim təcrübəmdə çox önəmlidir.
və bunu belə deyək, yaşamış biri kimi deyə bilərəm ki, çox önəmlidir. Bunun özü də əslində bir risk qiymətləndirməsidir ki, enerjini düzgün bölməsəm hansı risklərlə üzləşəcəm və ən kritiki də odur ki, imtahan növbəti mərhələyə keçə bilməyəcəm. Aydındır. Bəsit bir risk qiymətləndirməsi. Orxan, təşəkkür edirəm gəldiyinizə görə. Çox təşəkkür maraqlı edirəm. oldu. Mən özüm risklərin idarə edilməsi ilə bağlı xeyli yeni məlumat sizdən öyrəndim. Amma ola bilər ki, efirə gələndə bu gün hər hansısa bir planınız var, nəsə onu da paylaşmaq istəyirdiniz. Mən soruşmadım, əlavə edə bilərsiniz. Mövzu ilə bağlı. Təşəkkür edirəm. Sonda yenidən bir mesaj vermək istəyərdim ki, risklərlə mübarizə aparmaq yox, risklərlə yaşamaq daha düzgündür. Qəşəng, xoşuma gəldi. Təşəkkürlər. Çox sağ olun. 5-ci yüksəliş müsabiqəsinin qalibi Orxan Ağayevin fikirlərini eşitdiniz.